Bir neçə söz demək Buyurun. istəyirəm Hacı Şahin haqqında. Allah ona rəhmət eləsin. Amin. Bu torpağın yetişdirdiyi son 100 ildə ən parlaq ruhani hadisələrindən birisidir. Bəlkə bir neçə hadisələrindən birisidir. Mən bu şeylər çox xoşuma gəlir. Bilirsiniz, adamların ağlında təhsil, savad, elm hadisəsi var. Ki insan oxuyur, böyük bir elmə gəlir, çatır və s. Amma bir də var belə ruhani hadisə, bunu elm yetişdirə bilmir. Əgər siz Hacı Şahinin sirrinə varmaq istəsəz, onu onun oxuduğu kitablardan tapa bilməzsiniz. Bu ürəyin yolçuluğu ilə gəlib çıxıla bilən bir hikmətdir. Bunu Allah verir adama. Bu, bəsirət gözünün açılması ilə bağlıdır. O zaman ürək elə bir dalğada üzür ki, o dalğa onu aparıb həqiqətə çatdırır. Onun söhbətlərinin dadı, ləzzəti, duzu, işığı hamısı bu fenomenlə bağlıdır. Ruhaniyyat fenomeni ilə. Ona görə də çox yorumlara açıq bir hikmətlər ifadə edib və insanlar indi də paylaşırlar onun düşüncələrini, 100 il sonra da paylaşacaqlar. Biraz çətindir adamlar eyni zamanda yaşadıkları böyük adamları görə bilmirlər, dəyərləndirə bilmirlər. Amma şükür Allah onun sevənləri, onun kim olduğunu bilənlər də az deyildi. İndi biz də öz yağımızdan deyək. Bizim haqqımızda yazırlar ki, biz dost olmuşuq. Biz təəssüf ki, heç həyatda görüşmədik də. Qiyabi ünsiyyətimiz olub, dostlar vasitəsilə ünsiyyət olub. Sağlığında mən onun haqqında bir yazı yazmışdım. Dedilər ki, özünə də çatdırıblar, oxuyub. Belə bir dolayı və sonra dostlarından dedilər ki, sizin haqqınızda yaxşı sözlər deyirdi, çox sağ olsun. Amma real bir görüşümüz olmayıb, təəssüf ki, yəqin ki, mənim qüsurum üzündən həm də heç bir təşəbbüs də eləmədim görüşməyə. Belə bir nurlu bir adam idi, böyük də bir iş gördü. Bu qədər. Yəni, Hacı Şahin deyəndə dini savaddan daha çox burada bəsirət gözünün gördükləri maraqlıdır. İnsanlar savaddan yorula bilir. Bəsirətli adamın söhbətindən yorula bilmirlər. Çünki o söhbət qidalı olur, birbaşa ürəyi qidalandırır. Savadlı söhbət yaddaşı qidalandıra bilər, yaddaşında yeni klasterlər tuta bilər, əksində biraz da ağırlaşdıra bilər səni bəlkə də. Amma bu cür söhbətlər, məsələn, onun söhbətləri terapevtikdir. Dizayn yaradır, yeni bir ilahi, harmonik dizayn yaradır dinləyənin qəlbində və adamlar bilmədən özlərini xoşbaxt hiss edirlər, bir çox yüklərindən qurtulmuş olurlar. Bax, qısaca desək, Hacı Şahin fenomeni budur.